Salam, mən Qaraqaya Voleybol Klubunun liberosu Zərfə Məmmədova. Çoxdan da həvəsim var idi. Sonra məktəblər arasında seçimlərə gəldilər, ad yazmaları. Mən də öz istəyimdən könüllü olaraq yazdım və mən yazıldığım üçün çox xoşbəxtəm. Məktəblər arasında yarış var idi və biz bu yarışı 3 oyun oynamamızdan sonra qələbə ilə başa çatdıq. Sonra Azərbaycan çempionatında isə Bərdə ilə yarışımız var idi və biz bu oyunu yorğunluqla da olsa 2-1 qələbə ilə başa çatdıq. Komanda yoldaşım ilə bir çox oyunlarda top qəbul etdiyimiz zaman, eyni topu qəbul etdiyimiz zaman, topa müdaxilə olduğu zaman bir-birimizə dəymişdi və oyun davam etdiyinə baxmayaraq biz hələ də yerdə idik. Xitabları yoxdur, yəni öz adını xitab edirlər Zərfə. Voleybol mənə ailə qazandırdı, gözəl dostlar qazandırdı. Voleybol mənim elə ikinci evim sayılır. Türkiyə milli komandasında oynayan Zəhrə Günəş. Hədəfim gələcəkdə daha da böyük yerlərə getmək üçün, milli komandayı seçmək üçün əlimdən gələni eləyib öz üzərimdə çalışmaq.